Təhsildən söhbət gedir. Təbii ki, hər kəs istəyir ki, bir gözünün önündə bir kəs olsun ki, bilsin ki, həqiqətən oranı bitirib hazırda çox yaxşı yerlərdə işləyir. Məzunumuz var, məzun deməzdim artıq neçə ildir Ukraynada təhsilini başa vurub. Arslan müəllim, xoş gəlmişsiniz bir daha. Xoş gördük. İstərdim ki, Ukraynadakı təhsilin üstünlüklərindən danışasınız. Təşəkkür edirəm dəvətinizə görə. Əslində qeyri-adi bir şey yoxdur. Mən 2017 və 2019-cu illərə magistr təhsilimi almışam Ukraynada və sözü gedən universitetdə. Yəni, təsadüfi olmayıb mənim seçimim. Çünki bundan öncə də mən bir neçə dəfə Ukraynada olmuşdum və Ukraynada fəaliyyət göstərən universitetlərlə bağlı özüm müəyyən bilgilər toplamışdım. Amma seçimim məhz Xarkov Dövlət Polis Akademiyası oldu və seçimdə də heç də yanılmadım. Həqiqətən universitet çox gözəl universitetdir və həqiqətən təhsil aldığım dövrdə də yəni müəllimlərin əlçatımlılığı, həmçinin ünsiyyətlə baxımlılığı, həmçinin bütün yəni kriteriyalara cavab verirdi universitetdə təhsil aldığım müddət ərzində. Düzdür, indi təəssüflər olsun ki, müharibə dövrünü yaşayır Ukraynada, amma mükəmməllik ondan ibarət ki, bugünkü gün gənclərimiz onlayn qaydada da təhsil ala bilərlər. Əlbəttə ki, bu üstünlüklərdən biridir. Və Faiq bəyin də dediyi kimi biz artıq müasir zəmanədə yaşayırıq və bugünkü günün çağırışlarından biridir. Yəni pandemiya bizə çox şey öyrətdi və biz 10 il bundan qabaq əgər distant təhsilə bir əlçatmaz bir zirvə kimi baxırdıqsa, amma bugünkü gün artıq dünya sistemi bu pandemiyadan sonra tədricən nəinki təhsili, hətta iş rejimini belə biz distant qaydada həyata keçirəsi olduq. Üstünlüklər haqqında sualınıza qayıtdıqda isə onu bildirmək istəyirəm ki, yəni mən hüquq sahəsi üzrə peşəkar hüquqşünasam və təhsilim də məhz... Diplom da var hətta burada. Diplomum da mənim, bəli, diplomum da mənim məhz hüquq sahəsində oldu və təhsil aldığım universitetdə mənə dərs deyən müəllimlərin bir əksəriyyəti keçmiş hüquq mühafizə orqanların əməkdaşları, rəhbər şəxsləri olub və onlar nəinki zəngin həyat karyerasına, həmçinin də zəngin iş təcrübəsinə malik edirlər. Bəli. Professorlar, müxtəlif dünya səviyyəli tanınmış alimlərdən dərs almışam və həqiqətən yəni o təhsil aldığım dövr ərzində də bir çox bilgilərlə əldə etmişəm. Aha, belə